السلام عليكم ورحمة الله وبركاته. بugün موضوعumuz delil şamil keyfiyet icabı an qıta xarijiye lugha İngilizce 3. mutawasıta malum. Bu sual çok önemlidir. Çok tələbələr sorarlar. Ustad necə cavab verən qıta xarijiye. Biz burada bu muxattatta taksim etmişik cevabı 4 noktaya. İnşallah çok asantıdır. Birinci necə cavab verən? Avvelen gələrik biz qıt'anı bir kere oxuruq, iki kere oxuruq. Anlayağın özünü. Öz qədərimizcə anlayağın özünü. Və bu oxumaqlarda baxın nə istəyir bizdən, matlabları nədir? Nə var içində? İkinci, cavabları axtarmaq. Ustad hələ desən, mən soruları oxumamışam. Cavab nədir? Kelimələr vardı, deyələr özlərinə. Çelik kelimeler. Mesela kıtada ildir, addır, bir yer adıdır, bir ünvandır. Okay? Fa bunlar nədir? Çelik kelimelerdir. Bunlardan sonra olun. İkinci gelen adavat sual. WH questionları gerek bilen. Adavat sual ne istedi bizden bu? Mesela who. Who. Bir taneden sonra. Bir taneden sonra yani o işi yapan subject faildir. Mef'ul bihi de ol aynen. Ki what? Eşya soru. Nerede yani? Ne olup? Where? Yer soru. When? Zaman soru. Yani bu kıtada, yukarıda kıtada gelende illaki zaman olsun. Why? Sebep soru. Why'dan da her vakit why cevap geldi because'dan cevabı. Yani sebep soru. Ne hiç böyle oldu? How? Geldi çok sigaydan. How old are you? How often? How long? Yani nece? Nece? Mesela how gelende how long, old'a girende ömür soru. How long'a sürende mesafe soru. Geldi bir numara sorular da vardı aynı zamanda. İlli huvanada sorular. İcabe sağ true ya da false. Tamamen doğru. Aynı biz birinci kimin oxuruq şeyi qıta xaricini ve bir kere iki kere bir kelimeler çiligi aktarırıq. Niye terkiz edərik burada bundan farkı? Əhem şey nədir? İçində məsələn sualda yazıb bir cümləni nəfidir. Deyir məsələn bir şey etmədi. Av yuxarıda yazıb orada edibdi. Nəfi olduqsa məsələn yuxarıda nəfi dögü, yəni bu nədir bu? Doğru qoyasan özü. Ya da yanlış qoyasan. Cümlə mutabıq olsa doğrudur. Nəfi olsa içində yanlışdır. Gəldik də bura. Biz təsəlsüldə qalat etdik, bir şey olmaz. Gəldik bura, bizdə nə var? Küçük sual, qasır cavab vermək malı. Məsələn, sualın cavabı oğlu yes ilə no ilə oğlu. Və bu qalibən gələr nəydən? Əf'al müsaidə ilə gəlir. Soru sormaqla bidayəsi. Nəydən gəlir? Will, did, does, do, are, is və ilə axir, etc. Nədir bunların cavabları? Bunların cavabları gerek neyle olsun? Yani yes, yani not, sonra da aynı fiil müsaad geldi, sonra da istihdam edersen özün. Mesela nefise yazsan no ve fiil müsaade nefi edersen. Mesela did not, does not, will not, o yavda suala kalıyor itimadı. Okay? Ve burada da misal vermişim savcı. Bu misal belə gəlir. Məsələn, orada sual istəsən cavab qalatdır, yazırsan no I don't. Cavab tamamdır, yazırsan yes I do. Məsələn, burada da sual yazmaq. Did you like English? Do you like English? Soru yazıb burada yes I do ya da no I don't. Qalı yuxarıdakı qıtada nədir? Əgər tamam isə, sevirsə yazırsan yes. I do. Sevmirsə no I don't. Bir soru da var. Burada yazmamışım özümün muhattatta. Soru sual title kurmaq. Title nədir? Ünvan. Yəni bu qıt'a üçün bir ünvan qoy.
وتركيز eləyin və heç acele etməyin. İnşallah Allah özünüzə baxar. İnşallah da çox asandır.